Kişilər hər zaman güclü olmaq məcburiyyətindədir və bu da kişilərdən gözlənilir. Tamam. Anatomik olaraq kişilər qadınlara görə bədən kütlələri, beyinləri biraz daha böyük və yaxud da daha da güclüdür. Təəssüflər olsun ki, artıq iş sonsuzluğa gəldiyində burada yerlər dəyişir. Yumurta hüceyrəsi sperm hüceyrəsinə görə çox daha güclüdür və sperm də yumurta hüceyrəsinə baxdığımızda çox daha həssasdır. Burada həssaslığın səbəbi nədir? Onun haqqında danışmaq istəyirəm. Sperm mütləq dərəcədə xırda və sürətli olmaq məcburiyyətindədir. Ona görə də aerodinamik quruluşları ona uyğun şəkildədir. Yəni az kütləli olmalıdır. Mümkün qədər arxasında bir jet motoru sürətli getməlidir. Məqsəd, hədəf yumurtaya çatmaqdır. Yumurta necədir bəs? Yumurta sadəcə funksiyası yumurtalıqdan patlayıb bir yerdə spermin öz yarını gözləməkdir. Bəs spermlər niyə bu qədər həssasdır? Biz spermi və yumurtanı, yumurta hüceyrəsini yan-yana qoyduğumuzda və müqayisə elətdirdiyimizdə tam-tamına sperm yumurta hüceyrəsindən tam 10.000 qat balacadır. Həcm olaraq təbii ki. Bu xırdalıq, incəlik və sürət kənar müdaxilələrə qarşı da həssasiyyəti artırır. Yəni, bəylər siqaret mi çəkir? Düzgün həyat tərzi yaşamırmı? Qida qəbulu düzgün deyilmi? Yəni, fast fooddur, filandır, spirtli içkilərdir, keçirmiş olduğu streslərdir. Hamısı, xəstəliklərin özü də spermə çox mənfi şəkildə təsir edir. Mən həmişə pasientlərimə deyirəm ki, inanın, yoldaşınız bu qədər, yəni xanım bu qədər siqaret çəksə, bu qədər spirt qəbul eləsə, yumurta hüceyrəsi bu qədər təsirlənmir. Amma sperm bəyin etdiyi ən xırda şeydə həmən təsirlənir. Ya forması dəyişir və yaxud da hərəkətliliyi azaldır. Söhbət sonsuzluğa gəldiyində kişilər öz vərdişlərinə, qidalarına ciddi şəkildə əməl etmək məcburiyyətindədir. Yəni, xırda minimal toxunuşlar ilə öz həyat tərzlərini dəyişdirərək spermdə ciddi miqdarda dəyişikliklərə nail ola bilirlər. Odur ki, əgər siz uşaq həsrətindəsinizsə, ya da ki, bir uşaq istəyirsinizsə, mütləq dərəcədə öz həyat tərzinizi bəylər olaraq dəyişmək məcburiyyətindəsiniz. Siz nə qədər sağlıqlısınız, sperm də o qədər sağlıqlıdır.